Biz o canavarları yaradırıq. Sıfırdan Yenə yaradırıq. davamlı müzakirə olunan və hər kəs tərəfindən artıq həqiqət qəbul olunmuş bir məsələ var ki, mən onu artıq elə görmürəm. Son 1, 3, 4 ildə müşahidəm mənə göstərir ki, biz o adamları özümüzə çəkmirik. Yəni şüuraltımın tanıdığı, o duyğuları özündə daşıyan adamları, xarakteri özündə daşıyan adamları özümüzə çəkmirik biz. Biz o canavarları yaradırıq. Sıfırdan yaradırıq. Məsələn, ayrıldığın bir adam sənə qəddar davranmış, səni incitmiş, nələr eləmiş bir insana bax, o əslində başqalarına qarşı elə olmadığını görəcəksən. Birisi tərəfindən çox əzilən, birinə davamlı yalvaran, birindən sevgi dilənən biridir. Necə olur ki, sənə gələndə bu adam tamamilə başqa cür olur? Ya da səndən sonraki həyatına baxırsan ki, belə deyil, mənə deyirdi, mən əsla romantik deyiləm, mən heç vaxt bunu eləmərəm. Qaydaları həyatımda mən qoyuram. Hər kəs bu qaydalara uymalıdır. Və bir də görürsən ki, başqaları qoyur onun həyatındakı qaydaları. İlk başlarda o mükəmməl görünən adamın zamanla sənin şüur altında qorxduğun adama çevrilmək məsələsi, bəli, sənin qorxuların sayəsindədir. O adamı özündə çəkmirsən, sadəcə həyatına gələn adamı şüur altında qorxduğun adama çevirirsən. Və bir də baxırsan ki, qarşındakı adam artıq o deyil. Artıq sənin keçmişindir. Artıq sənin yaralarındır. Yaxşı olmağa çalışa-çalışa, diqqətsizliyini görməzdən gələ-gələ, səssiz qala-qala, anlayışlı olub susa-susa. O canavarı sən yaratmısan.